Akşam görüşləri. Akşam görüşləri. Gəlsinlər quşlar, axşam görüşlərinə. Gəlsinlər quşlar, axşam görüşlərinə. Axşam görüşlərinə. Mikrofon önündə verilişin müəllifi Rafael Hüseynov. Akşamınız xeyir, hörmətli dinləyicilər. Bugünkü verilişimizi sərvətlərimizin ən alisi ana dilimizə həsr edirik. Bizim hamımızın, bütün Azərbaycanlıların ortaq bir sərvətimiz var. Torpaq, vətən, yurt hələ hamımızı qovuşduran ortaq sərvət deyil. Çünki bugün 60 milyondan çox Azərbaycanlı dünyanın bütün qitələri boyu yayılıb. Bir çoxları üçün yaşadıkları o yerlər elə vətən kimidir. Bir çoxu göz açıb elə oranı görüb. Hamımız Azərbaycanlıyıq. Kimimiz vətəndə yaşayır, kimimiz qürbətdə. Elə soydaşlarımız var ki, bütün həyatını yurdumuzda keçirib Azərbaycandan başqa yeri görməyib. Elələri də var ki, dünyaya göz açandan hələ Azərbaycana qədəm basmayıblar. Ancaq hamımız Azərbaycanlıyıq. Və bizi qovuşduran torpaqdan daha əvvəl dildir. Hər insanın ilk və son vətəni onun dilidir. Bu vətənlə olmaq gərək, qədəm-qədəm qarış-qarış. Bu vətənlə dolmaq gərək, çöhrə-çöhrə, baxış-baxış. Bu vətənə dalmaq gərək, çiçək-çiçək, naxış-naxış. Ağlarda, əməllərdə, olsa birlik, olsa iman. Ümmet gələr bu millətə, rifah gələr bu millətə. Duyğularda, düşüncədə, hər ürəkdə varsa ilham. Qüdrət gələr bu dövlətə, fərəh gələr məmləkətə. Dil güclərin ən möhtəşəmidir. Dil xalqı yaşadır. Ancaq dilin hətta artıq bitib tükənmiş xalqı da yaşatmaq qüdrəti var. Latın dili kimi. Latın xalqı çoxdan yoxdur, amma Latın dili yaşayır və Latın xalqını da xəyalən yaşatmaqdadır. Dillər var ki, qədimdir, dillər var ki, yenidir. Dillər var ki, sözlərinin sayı hesabı yox, dillər var ki, kəlmələrinin miqdarı azdır. Ancaq istisnasız olaraq hər xalq, hər tayfa öz dilini sevir. Həqiqətlər müqayisədə ortaya çıxır. Gözəl dilimizi tutuşturaq, dünyanın qədim və yeni dillərinin hamısıyla. Görün nə qədər şirin, nə qədər musiqili, nə qədər zəngin, nə qədər cazibəli dilimiz var. Dünya dilləri içərisində ən uca mərtəbələrdə dayanan dillərdən biridir dilimiz. Yüzillər və minillər boyu dilimizdə şeirlər yazılıb, nəğmələr qoşulub. Ədəbiyyatımız dilimizə güc verib, onu yaşadıb. Dil də bu yaxşılığı əvəzsiz qoymayıb, həmişə milləti yaşadıb, onu ucaldıb. Zaman-zaman insanlar dilin bayramı kimi nişan verilən günləri də düşünüblər. 1918-ci il iyun ayının 27-sində Azərbaycan Cümhuriyyəti hökuməti ana dilimizi dövlət dili kimi təsdiq etdi. O qərarın verildiyi gün millət tarixinə düşən bir bayram idi. Həmin gün gərək dilimizin ən əziz günlərindən biri kimi daim bayram edilə. Ancaq dilimizə bağlı başqa bayram siqlətli günlərimiz də var.
Əlifba yazı hər xalq üçün vacib var olma şərtlərindəndir. Yazı milləti, onun tarixini yaşadır, diri saxlayır. Heyflər ki, bizim millətin baxdığı əlifba sarıdan gətirməyib. Tarix boyu əlifbamız dəfə-dəfə dəyişib. Əvvəl yazımız qədim türk əlifbasında olub. Sonra ərəblər gəlib qılınçlarıyla dinlərini, dillərini, əlifbalarını burada bərqərar ediblər. Özləri çıxıb gediblər, ancaq din də, əlifba da, dili də yüz cür təsirləri ilə qalıb və bugünəcən də qalmaqdadır. Səkkiz 9-cu yüzillərdən 20-ci əsrə qədər ərəb əlifbasından istifadə etdik. Sonra tarix dəyişdi. Yeni zaman ərəb əlifbasının əvəzinə bizə latını gətirdi. Ancaq onun da ömrü uzun sürmədi. 10 illik istifadədən sonra latını Kiril əlifbası əvəzlədi. 1939-cu ildən 10 illər boyu ta yenidən müstəqilliyin bərpa edilməsi dönəminəcən Kiril əlifbası əsas yazımız oldu. 100 minlərlə kitablarımız o əlifba ilə nəşr edildi. Yazımız, pozumuz o əlifba ilə oldu. Ancaq 1990-cı illərdə müstəqillik dönəmində Kirilin yerinə yenə latın əlifbası gəldi. Ancaq neçə müddət onlar yanaşı addımladılar. Gah o əlifbadan, gah bu əlifbadan istifadə edildi. Elə qəzetlərimiz vardı ki, Kirildə çıxırdı. Elələri vardı ki, latında. Əlifbaların dəyişməsi hər dəfə nəsillər arasında yarğanlar yaratdı. Nə qədər kitab saysız oxucusunu itirdi. Müəyyən zaman ötəndən sonra isə o köhnə əlifbada olan kitablar gərəksizləşdi. Ona görə də 2001-ci il avqustun 1-də bütün Azərbaycan ərazisində Kiril əlifbasından istifadənin qəti dayandırılması, latın yazısı əsaslı əlifbaya keçilməsi əhəmiyyətli bir hadisə oldu. Həmin gündə millət təqvimimizə ana dili və əlifba günü kimi həkk olundu. Ana vətən, ana diyar, ana dilim, fəxr eləyir bu dilimlə yurdum elim. Azərbaycan xalqınındır bu dil bilir, ayırmarıq dilimizi çiçəkdən biz, çox sevirik dilimizi ürəkdən biz. Ayırmarıq dilimizi çiçəkdən biz, çox sevirik dilimizi ürəkdən biz. Ürəyimdə bu dilə var məhəbbətim, bu dil mənim basılmayan güc qüdrətim. Azərbaycan dili mənim səadətim, dilimizi bəzəyərik çələngdən biz, çox sevirik dilimizi ürəkdən biz. Ürəyimdə bu dilə var məhəbbətim, bu dil mənim basılmayan güc qüdrətim. Azərbaycan dili mənim səadətim, dilimizi bəzəyərik çələngdən biz, çox sevirik dilimizi ürəkdən biz. Ana dilim öz ruhum, öz canımdır, Azərbaycan dili şöhrətim şanımdır. Ana dilim öz ruhum, öz canımdır, Azərbaycan dili şöhrətim şanımdır. Təqvimlərimizdə ana dilimizə, əlifbamıza həsr edilən bayram günləri var. Əslində isə dilimizin azad səsləndiyi hər gün əlifbamızın da, sözümüzün də, dilimizin də növbəti bayramıdır. Bu axşam ana dilimiz haqqında düşüncələrimizi bölüşmək üçün axşam görüşlərinə Filologiya elmləri doktoru, professor, Elmlər Akademiyamızın Nəsimə adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədlini dəvət eləmişik. Söhbətimiz Mahmud Qaşqarinin Divan-ı Lüğət Türkündən birinci türkoloji qurultayacan, o çağlardan ana dilimizin indiki qayğılarınacan uzanacaq. Nadir müəllim, bizim verilişin həcmi 1 saatdır. Mən əgər başlasam ki danışmağa, Nadir Məmmədli kimdir, gərək 1 saatın hamısını özüm danışam. Amma mən istəyirəm ki, sizi bugün Azərbaycanda, elm aləmində, publisistika sahəsində çalışanlar, ümumiyyətlə ədəbi mədəni
sferada fəaliyyət göstərənlər yaxşı tanıyırlar. Sizin həm elmi fəaliyyətiniz, həm nəşriyyatçılıq fəaliyyətiniz, həm də bir ziyalı olaraq cəmiyyətdəki məqamınız elədir ki, kifayət qədər yaxşı tanınan bir insansınız. Amma yeni nəsillər gəlir, yeni nəsillərin də o keçmiş irs haqqında, o lap arxada qalan irs haqqında bilgiləri çox zaman zəif olur. Amma sonraki 10 illərin elə bizim 20-ci yüzyılın içərisində tanınmış böyük şəxsiyyətlərin də əksəri gərəyincə tanımırlar. O cümlədən bizim böyük alimləri ki 60, 70, 80, 90-cı illərdə məşhurlaşıblar. Ona görə də mənim düşüncəmə görə bizim bu radioların, televiziyaların, mətbuat da deyəndə əlbəttə bu çap mətbuatı nəzərdə tutulur. Bu çap mətbuatı da biz artıq görürsən ki belə çox məhdud bir sayda ortaya çıxır. Yalnız umud qalıb saytlara falan. Hər halda o saytların da, televiziyaların da başlıca vəzifələrindən biri bundan ibarətdir ki, imkan verməsinlər bu körpü qırılsın. Elə eləməlidirlər ki, bizim dəyərli alimlərimizi, zəhmət olan insanları, iş görmüşləri millət tanısın. Millətin yeni nəsillərdən balaları tanısınlar. Tanısınlar ki, bilsinlər hansı irs üstündə ucalıblar, yüksəliblər. Və siz də böyük əməklər olan bir insansınız. Onu ki, istərdim ki, bugünkü mərtəbəyə gəlib çatanacağın, bu qədər zəhmətlər çəkənə qədər ki, gəlib nail olub bu zirvəyə çatmışsınız, hansı yoldan keçdiniz? Mən bilirəm bunların hamısını. Mən danışsam biraz uzun olacaq. Düşünürəm ki, siz daha təvazökar və yığcam şəkildə danışacaqsınız. Ona görə əvvəldə bir Nadir Məmmədlini siz özünüz təqdim eləyin. Teşekkür ederim, çok sağ olun. Rapar müəllim, bütün dediklərinizin üstünde bir həqiqət var. Bu həqiqətin əsasında o dayanır ki, ali məktəbdə oxuyanda mən böyük müəllimlərdən dərs almışım. O gün canlı kaliferlər deyirdi, nə qorsuz qoyumlu. Biz onları canlı görmüşük, onlardan ibrət almışıq, belə deyək də. Onlar bizə içəri girəndə həmişə bizdən çox ciddi şəkildə deyirlər ki, baxın siz tələbəsiz, sizin içərinizdən yaxşı alimlər yetişəcək. Bax bu sözlər bizə deyirdi, özümüzə fikirləşirik. Görürsən doğrudan biz tələbəyik. Biz o müəllimlərə məbəd kimi baxırdıq. Görürsən doğrudan bizim içimizdən onların səviyyəsində alimlər yetişəcək. Sonra Allah Taala özü yetişdirdi. Gördü ki, cəsarət var, işləmək qabiliyyəti var, həvəs var. Gəldiyim elmə təsadüfən gəlməmişəm. Dilçilik gəlində də fikirləşib gəlmişəm. Onda bize bir ruh da verdi. Allah elə bir ki bizə imkan yarattı ki, bax bu aldığımız dərsdən də ibrət götürək. O müəllimlərdən də ibrət götürək və çalışaq ki, onlara layiq olaq. Bax bu minvalla biz de universiteti qutarandan sonra, ali məktəbini qutarandan sonra başladıq ki, elmin o dərinliyinə getmək. Yenə də bəxtim gətirdi. Nəsimatla dilçiliyin üstündə işə qəbul oldum. Orada müsabiqə ilə qəbul oldum. O vaxt çox birisi çətindir, vəziyyət. Orada mənə himayəçiliklə çox az adam olur ki, kimsə əlindən tutsun, himayəçi eləsin. Əliydər Orucov. Siz onu yaxşı tanıyırsınız. Bizim stolüstü kitabımız var da, Quran-ı Kerim müsəlmanların stolüstü kitabı olduğu kimi Azərbaycanın orfoqrafi lüğəti stolüstü kitabımızdır. Azərbaycanın izahlı lüğətləri 4 cildə, baxmayaraq ki 4 cildi o bizim stolüstü kitabı. Mən bu canlı kalife insanı gördüm və o ilə işlədik və o ilə işləndə gördüm ki, birinci növbədə zəhmətə qatlaşmaq lazımdır. Birinci oturmaq lazımdır. Diqqətlə düşüncəvi toplamaq lazımdır. Yəni bu sahədən o sahədən alınmır. Diqqətlə, o daş oturduğu yerdə bərkiyir. Allah Teala bunu yaxşı deyiblər. Azərbaycan sən mənim, ülviyyətim şən şöhrətim. Azərbaycan sən mənim, ülviyyətim şən şöhrətim. Adım mənim öz adımdır, sənsiz mənim nəqinətim. Adım mənim öz adımdır, sənsiz mənim nəqinətim. Azərbaycan, 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 Azərbaycan. Nəfəsimiz babəklərin, sabirlərin od nəfəsi. Nəfəsimiz babəklərin, sabirlərin od nəfəsi. Mahnımızda yaşar bizi, babaların ayaq səsi. Mahnımızda yaşar bizi, babaların
Azərbaycan. Çox maraqlıdır ki, mən kitabın içində doğulduğum üçün kitaba çox böyük bir rəğbətim vardı. Çox böyük bir həvəsim vardı buna. Həmin ərəfədə də 26 yaşında fəlsəfə doktoru, elmlər namizədliyimi müdafiə etmişdim. Həmin ərəfədə mən bizim görkəmli alimimiz gəlicidir Ağam Saxundov məni göndərmişdi Moskvaya elmi ezamiyyətə. Bir müddət orada SSR İlmlər Akademiyasına fəaliyyət göstərdim. Nəsə çox maraqlı bir qəribə bir hadisə baş verdi. Mən 1905-ci ildə bir metro stansiyası var. İlmlər Akademiyasının yanında SSR İlmlər Akademiyasında. Orada həmişə gördüm ki, o Sabir demiş ki, har gedir bu çocuklar bu boyda. Gördüm ki, bir dəstə uşaq gedir həmişə qoltuğunda papka, cürbəcür rəssamlıq ləvazimatları, qəribə bir dəfə yaxınlaşdım, soruşdum ki, siz hara gedirsiniz? Onlar mənə deyirlər, biz poligrafiya burada o vaxt necə deyirdilər də, uçuruş deyirdilər, indi adına nə qoyursa qoyaq, indi gimnaziya deyək nə? Deyir, oraya gedirik. Təsəvvür edin ki, mən də qoşuldum bunlara, getdim bunlarla bir yerdə. Getdim dərslərində oturdum, baxdım, həmin ərəfədə də bizim Maarif Nəşriyyatından mənim bir kitabım çıxmışdı. Baxdım, gördüm ki, çox eybəcər bir kitab çıxıb. Burada baxdım, gördüm, eyni sistemdir. Burada da köhnə qayda Adinger plyonkaları çıxarırlar, sonra onu dəmir təbəqələrə çəkirdilər, sonra baxıram, görürüm, eyni prosesdir. Niyə belə naqis olsun? Ona başa düşdüm ki, burada işçi fərsizliyi var. İşçinin gərək başa düşsün ki, sistem eynidirsə, ağlını işlətsin. Bir cəsarəti olsun, təpəri olsun, həvəsi olsun. Bax, bu minvalla bütün iş prosesini mənimsədim, gördüm. Bakıya qayıdandan sonra baxdım, gördüm ki, Bakıda o vaxt elə bilirsiniz, köhnə mətbəə qızıl şərq qalmışdı. Müasir texnologiyalı mətbəələr yox idi. Yəni, mən ki, orada Moskvada gördüyüm də əslində bir ciddi bir nəşriyyat kimi, mətbəə kimi saymaq olmazdı. Bizə lazım olan, əgər xatırlayırsınızsa, belə ciddi kitablar onda Çexiyada çapın, Çexoslovakiya deyirlər, orada çap, xaricdə Avropa ölkələrinin çap olunurdu. Onda bizim SSR-də olan linativ deyilən bir maşınlar vardı, xatırlayırsınızda. Dərsləri də linativ üslubunda keçirdilər. Anda zaman o qədər sürətlə gedir ki, artıq linativə ehtiyac qalmır. 90-cı ilin əvvəllərində basic kompüterlər vardı. Ondan istifadə edir. Bugün kompüter alırdın, sabah yeni proqram bilmirdin ki, bax bu sürətə tab gətirmək hər adamın işi deyil. Ancaq biz sıfırdan başladım. Risk elədim, belə deyək deyil. Baxdım, gördüm, köhnə texnologiya, yeni texnologiya mənimsədim. Azərbaycana gətirən ilk adamlardan biri ilə mən oldum. Bir-iki nəfər bizi vardı. Azərbaycanda ilk istehsal yerini açan oldu. Ondan dünyada yaxşı şey yoxdur. Dünyada baxarsan, bir insan doğulur, sevinirsən. İnşaatda bir bina tikilir, baxırsan, zövq alırsan. Ancaq gözün qabağında kitabın doğulması, bu tamam başqa bir aləmdir. İnsanlar doğulur, ölür, ancaq kitablar yaşayır. Lazım olan kitablar həmişə rəflərdə yaşayır, kitabxanalarda yaşayır. Yəni, mən belə böyümüşəm. Bu kitabın içindən çıxıb başqa bir kitabı ucaq olmuşam, elmlə məşğul olmuşam. İkisinin qovuşuğundan yaşayıram. Həmişə həvəslə yaşayıram, həvəslə işləmişəm. Ona görə kitabdan heç vaxt doymuram. Sözlərindən şirini vətənim kəlməsindən, dilimizdə dil açan bir körpənin səsindən, bu diyarın ən uca, ən qərib güşəsindən, sədaqəti bölünməz, məhəbbəti tükənməz, inanlı ürəklərdən başlanır Azərbaycan. Qardaş arxalanam, qardaş arxaduram, ilhamlı ürəklərdən başlanır Azərbaycan, başlanır Azərbaycan. Sizin indi ilk uğurlarınızın şöhrəti, dissertasiya müdafiə ediniz. İndi adiləşib bu məsələlər, amma sizin dövrünüzdə bu da çox uzaq bir tarixi devr deyil. Dissertasiya müdafiəsinə insanın həyatında, elmin həyatındakı ciddi hadisə kimi baxırdılar və bir insan o vaxt elmlər namizədi, həm də cavan yaşında olubsa bunun əks sədası yayılırdı və sizin də haçansa təhsil aldığınız bir orta məktəb vardı, müəllimləriniz vardı. Onlara da gedib bunun çorağı çatırdı. Onlar da iftixar edirlər.
Belə şeylər oldu mu? Əlbəttə oldu. Bizim müəllimlərimiz işləndə ki, mən fəlsəfə doktoru, yəni o vaxtın elmlər namizəd deyirlər də, onlar özləri inanırdılar buna əslində. Çünki biz bir-birimizi yaxşı tanıyırdıq, auditoriyanla bir-birimizi yaxşı tanıyırdıq. Söhbət əsnasında onlar da sevinirdilər. Ancaq biz həmişə fikirləşmişdik ki, müəllimlərimizə çata bilməyəcəyik. Biz onları həmişə o zirvədə görmüşük. Elə indi də baxırıq, o zirvədən baxırıq. Ancaq zaman keçdi, elmin daha çətin pillələrini yüksələməyə bacardıq. O da niyə? Yenə həvəs sayəsində. O da sevdiğin sənət sayəsində fəlsəfə doktoru o vaxt müdafiə etdim. Sonra üstündən özdə bilirsiniz də əvvəllər o qədər də asan məsələ deyildi. Burada yazırdım, Moskvada təsdiq edirdilər. Məcbur olurdun ya Rusça yazılsın, ya Rusçaya tərcümə edilsin. Və belə bir tez zamanda o yazmağım, təsdiq olmağım elinə elmlər doktorluğun səviyyəsinə yüksəlməyim üçün bir stimul yaratdı. Bir həvəs yaratdı. Və bundan sonra yenə də müəllimlərimə qayıdıram ki, bax, ruhu şad olsun Ağam Saxundovun. O hiss edirdi ki, bu övlad, bu tələbə, bu gənc, əgər bunun qanında, canında işləməyə bacarığı varsa, elmə xidmət edə bilirsə, o dərhal onu dayaq dururdu. Ana torpaq, ana vətən, ana diyar, evladını ana sever, ana duyar. Sen andımsan, kanadımsan, emelimsen, sabahımsan, bugünümsen, eserimsen. Kurban Nadir müəllim, bilirsiniz, bir çox incə məqam var. Bu, müəllim vacib bir amildir insanın həyatında. Gərək müəllim ola, məktəb keçəsən. Sən kitablar oxu-yox, evindən çıxmadan da sən alim ola bilərsən. Amma heç vaxt tam kamil alim olmayacaqsan və sən hansısa ənənələri yaşada bilməyəcəksən. Bizim o yaxşı müəllimlər görməyimizin bir faydası ondan ibarət deyil ki, o müəllimlərin özləri də müəllimlər görmüşdülər axı. Faktik olaraq biz onlara dərs demiş, onların müəllim hesab elədiyi, ustad hesab elədikləri adamların da şagirdi olurduq da biz, tələbəsi olurduq. Yəni, onlar özlərindən əvvəlkilərdən aldıqları enerjini bizə ötürürdü və biz indi çalışırıq o cümlədən sizdə sabaha ötürəsən ki, sönməsin, solmasın. Əlbəttə, indi bu sahədə çox ciddi belə qayğılar var, narahatçılıqlar var. Bizəcən gəlib rahat çatıb. Bundan sonra ötürülməsində müşkillər var. Bax, sözünüzü kəsmək istəmirdim, ancaq məqam özü gətirir ki, bunu sizə çatdırım deyim ki, məsələn, mən artıq Elmlər Akademiyasının Nəsim adının dilçinin üstündə uzaqlaşmışdım. Oradan çıxıb universitetlərin birində artıq işləyirdim, ştatda orada çalışırdım və günlərin bir gündə, bilmirəm, siz bizim Elmlər Akademiyasından bir vaxtlar bir Bazyans adlı bir şərhşünası işləyib, sonra buradan uzaqlaşıb gedib SSR Elmlər Akademiyasından orada işləyirdi. Günlərin bir gündə bunun bir kitabı, Şərhşünaslıq İnstitutu haqqında kitabı əlimə keçmişdi. O Bazyansın kitabını görmüşəm mən. Bazyansın kitabını görmüş, Moskvada nəşr olunub onun kitabı. Bəli, Moskvada nəşr olunub. Bu kitab təsadüfən əlimə keçmişdi. Şərhşünaslıq İnstitutunda mən maraqlandım orada, çünki müəyyən səbəblər vardı orada. Bilirsiniz, orada Azərbaycan şəxsiyyəti tarixindən, Topçubaşov haqqında, kimlər haqqında bu yazırdı. Heç yanda qeyd edilmirdi. Topçubaşovun adını qeyd edilmirdi. Hər yerdə Artur Terzaxarov, Artur Zixarov və bir gün bir də baxdım kitabların bir məqalələrin birində Mötərizdə yazıb Mirzə Cəfər Topçubaşov.
Ben oxudum, siz diqqətlə baxıram, görürəm bütün hadisələr Azərbaycanda cərəyan edir. Bütün hadisələr gah Gürcüstanda, gah İranda topçubaşı ola, birisi də Qacarlar sülaləsinin bu topçubaşları oldu. Gah Qərbi Azərbaycanda bu ancaq bu Ter Zaxarovdan yazı. Bu diqqətimlə yanaşdım, ağımsa mənim deyim, siz mənə kömək eləsəz, universitet yəqin ki, bu mənə şərait yaratmayacaq. Ağımsa mənim dərhal məni sənədləşdirdi, yarımştat işə götürdü. SSR Elmlər Akademiyası mənim üçün göndəriş hazırladı, verdi kitabxanaları, o vaxt birisi də kitabxanaya belə gedib düşmək olmurdu. Göndəriş hazırladı, o vaxt artıq SSR yoxdu, dağılmışdı. Rusiya Elmlər Akademiyasının kitabxanası idi. Bir də Ximkidə işitmişsiniz, orada məşhur bir kitabxana var orada. Məni göndərdi ora, öz həvəsimlə getdim və o zamandan başlayaraq oldum arxivşünas. Arxivdə getdim, tapdım. Demək ki, Mir Cəfər Topçubaşov, onun haqqında yazdılar, böyük. Mən də götürdüm, yazdım, kitabxana kartotekasını almağa. Nə olsa yaxşıdır. Demək ki, bu kartoteka mən qayıdıb gələndə, siz bilirsiniz, kitabxana qaydası var da, kartotekalarda. Kim bu kitabdan istifadə edibsə, bir cibciyi var kitabın sol tərəfində. Orada özünün haqqında məlumat və bu kitabdan kim istifadə edib. Açdım, baxdım, gördüm, heç kim istifadə eləməyib. Mən ora Topçubaşov haqqında yazdığım sənədlərin içindən başqa bir sənəd çıxdı. Sən demə həmin ərəfədə bu Topçubaşov hamısı yazıb Topçubaşovun ayağına ki, Topçubaşov şair olub, Topçubaşov şərqşünas olub, fars dili mütəxəssisi olub, ərəb dili mütəxəssisi olub. Sankt-Peterburqda həmin ərəfədə görə ərəb dili, fars dili dərslikləri yazıb, dərs keçib. Bütövlükdə hamısı sən demə bu tamam başqa bir adammış. Bax həmin o Bazyansın adı çəkin kitabında bu Topçubaşov o Topçubaşov deyildi. Bunun da bir tarixçəsi var, bizim görkəmli alimlərimizdən biri. İndi adını çəkmirəm, çünki mərhum bizim hamımızın hörmət eyli alimlərdən biri mərkəzi komitədə işləyib, Mavin də başqa millətdən erməni olub. Bunu eşidib, bu da eşidib bu məsələni ki, Mir Cəfər Topçubaşov bəs belə göndərib bunu həmin bu kitabxanaya. Bu da gözünə döndüm, gedib həmin kitabı tapıb, onun haqqını arxivi tapıb, onun buraxdığı kitabları tapıb, familiyasının üstünə kağızı yapışdırıb. Demək, bu Mir Cəfər Topçubaşov deyil, bu Mir Cəfər Rızayevdir. Sadəcə Mirzə Cafar. İkisi də oxşuyur. Ona görə tarixdə baxın siz əgər baxsa Azərbaycan Sovet Ensiklopediyasına. Diqqətlə baxın orada da Mir Cəfər Topçubaşov haqqında Böyüğa Qasımzadənin kitabında, Feyzullah Qasımzadə hamısında eyni gedir ki 1901-ci ildə Topçubaşovun Qardilevskinin bir yerdə Fars Atalar sözü kitabı çıxıb. Fars dilinin qrammatikası kitabı çıxıb. Sonra və s. Bir sürü çox maraqlı bir şeydir ki, heç kim diqqət çəkməyib ki, Mir Cəfər Topçubaşov 1869-cu ildə dünyasını dəyişib. O bunu yaza bilməzdi. Bəs bunu necə ola bilər ki, bunu falsifikasiya baxımında bütün kitablarda, hətta uzağa getmirəm, Heydər Hüseynovun kitabında. Baxın, 19-cu əsr Azərbaycan fəlsəfi fikir tarixindən. Həmin kitabın titul səhifəsində hətta şəkil verilib. Üstə də yazılıb 1901. Bu kitab çap olundu 1900-1901-də Kazanda. Axır 1869-cu ildə yox idi bu Topçubaşov. Demək, bu başqa bir alimdir. Başqa bir Azərbaycanlı alimdir. O yaşayıb Moskvada. Moskva Lazarev Şərq Dilləri İnstitutunda işləyib. Orada bizim başqa bir Azərbaycanlı Mirzə Abdullah Qafarov. O da orada işləyib. Fərəngi Farsi Rusi məşhur 2 cildli kitabı da var xatır. Orta əsrlərinin müntəxabatını hazırlayıb. İlk dəfə bizə Salman Sadəci haqqında orada məlumat verib. Yəni bu dahi bizim alimlərimizdir. Moskvada işləyiblər, Lazarev Şərq Dilləri İnstitutunda işləyiblər. Mənim bayrağım sənsən vətənin şərəf zirvəsi. Sen xalqımın ucalan boyu hak deyən səsi. Sən doğdun ürəklərdən, Güc aldın diləklərdən, enməzsən yüksəklərdən. müqəddəs bayrağımız. Sen doğdun yüreklerden, güç aldın dileklerden, elmezsen yükseklerden, ey şanlı bayrağımız. Eğiləm anam kimi sənə mən, Öpərəm balam kimi üzündən. sən mənə canından da əzizsən. Namusun qeyrətim sən bayrağımız. Əyilləm anam kimi sənə mən. Öpərəm balam kimi üzündən.
Sen mənə canımdan da əzizsən. Namusum, qeyrətim, sən bayrağım. Əyilləm anam kimi sənə mən, öpərəm balam kimi üzündən. Sən mənə canımdan da əzizsən, namusum, qeyrətimsən, bayrağım. Yeri gəlmişkən bir məlumatı verim, sonra keçəcəyik başqa söhbəyə. Demək, siz Məmməd Əmin Rəsulzadənin Stalinlə İxtilaf Xatirəm belə bir kitabının şahidisiniz. Sonunu baxın, orada yazıb. Stalin bunu aparanda Moskvaya, Məmməd Əmin Rəsulzadə yazır, mən acından ölməmək üçün Stalin məni həmin bu lazer fişəklərin üstünə müəllim düzəldir və mənim acından ölməmək üçün mənim ət yağ talonlarımı bölüşdürən bir insan var, adını çəkmir. Ancaq ünvanını göstərir. Priştins Bulvar 9 filan küçə. İndi baxıram, görürüm həmin Azim Mir Cəfər Rzayev həmin ünvanda yaşayır, həmin evdə yaşayır, həmin küçədə yaşayır. Eyni. Demək, bu ilə yaşayan, bu da bir yeni tarixi. Məmməd Əmin Rəsulzadə ilə məşğul adamlar yəqin ki, bunda diqqət görün. Bundan sonra baxarlar. Demək, Məmməd Əmin Rəsulzadə Moskva fəaliyyətində bizim bu Mir Cəfər Rzayevin böyük köməyi olub. O isə nəhəng bir alim olub. Məsələn, hətta onu deyə bilərlər ki, bu adam fars olub. Çünki fars dilində dərsliyib orada. Ancaq yox. O yazır ki, bizdə Qafqazlar bütün əsərlərin beri yazır. Sonra diqqət eləməmişik. Məsələn, Azərbaycan dilində danışanda bütün qoşa sözlərinin əvvəlində bizdə m gəlir. Papqa, mapqa. Məsələn, özümüzdən aslanmayaq deyil. Birinci məlumdur, ikinci məlum deyil. Bu da orada bir məqaləsi çap olunur. Bu indi qoşa sözlərlə bağlı. Bax, bu məsələn orada da qabardır. Bu da Qardiyevskinin yubiley tədbirlərində. Yəni, bunların tarixçəsini izlədim. İkinci dəfə mənə Allah-Taala qismət verdi. Yenə Moskvaya getdim. Əlavə materiallar topladım. Siz də ona ön söz yazdınız. Möhtəşəm bir kitab oldu. Moskvada çalışan Azərbaycanlı müdafiin tələb. Mən orası o sözün bu yerində bir əlavə eləmək istəyirəm. Məsələn, bircə elə bütün sizin bu şərqşünaslıq sahəsində fəaliyyət göstərmiş insanlarla bağlı apardığınız araşdırmaların o böyük əhatəsi var. Onun içərisindəki yalnız bu ada, Mirzə Cəfər Rzayevin məsələsi özü bir böyük kəşfdir. Və birincisi, indiyəcən sıra alimlərin uğradığı yanlışlıqdan elmimizi qutarır. Digər tərəfdən də böyük haqqı olan, ləyaqətli bir adamın itmiş haqqını bərpa edir. Bunun özü ən yüksək təqdirə layiq idi. Ancaq sizin gördüyünüzün işin miqyası daha böyük oldu. Onun içərisinə bir Mirzə Cəfər yox, çox Mirzə Cəfərlər sığışdı. İstəyirəm elə şad eləyək onu, çünki özdəki o kitabı siz vaxtında ki, onun əvvəlki bir çox belə poliqrafik cəhətdən belə kasıb, 90-cı illərin əvvəlləri, ortalarında poliqraf, tək ondan əlavə poliqrafiyamız da aşağı səviyyədə idi. Biz çox normal kitabı istəyirdik, gedək xaricdə çap eləyək filan. O dövrün amma yaxşı ki o çıxdı. Əlbəttə ki, sonra indi həm də ki o materialları ki yığdınız elədiniz, sonra onları toplamaq da çətin olar daxı. Ona görə siz o Azərbaycanın şərqşünas alimləri ki, Rusiyadakı şərqşünaslıq elmi çox yüksək səviyyədə olub. 19-cu əsrin sonlarında da, 20-ci əsrin sonlarında da, dünyanın və elə artıq Sovet dövründə də 1940, 50, 60-cı illərdə, 70-ci illərdə Sovet şərqşünaslıq elmi, Sovet şərqşünaslıq elmi isə yalnız Rusiya demək deyildi. Bunun içərisində digər respublikalar da vardı. Sovet şərqşünaslıq elmi dünyanın aparıcı şərqşünaslıq elmi istiqamətlərindən biri sayılırdı. Və Azərbaycan üçün böyük iftixardır və bunu da siz o kitabınızla sübut elədiniz ki, onun bel sütunu, dayaq sütunu Azərbaycanlılar olublar. Ana dilim, canım benim, damarımda kanım benim. Tarihlerden gelen sen, dünenim sen, sabahımsan. Azerbaycan şanım, şanım. Dinledikçe doymaram, danıştıkça doymaram. Beşikteki laylam oldun, güneş kimi mənə doğdun. Sözlerim bal şeker kimi, kalbime nur ışık doldun. Nenelerin duaları, babaların yadigarı. Ana dilim, canım benim, damarımda kanım benim. Tarihlerden gelen sen, dünenim sen, sabahımsan. Azerbaycan şanım, şanım. Dinledikçe doymaram, danıştıkça doymaram. Ben orada bir nəfərin xüsusilə adını çəkmək istəyirəm. Siz onu yaxşı tanıyırsınız. Mən indi deyəcəm adını. Demək, bu kitabı mən başa gətirəndə təsəvvür edilməz bütün elm aləm dəydi bir-birinə ki, yox ola bilməz.
Necə ola bilər deyə 100 ildir deyir, bizim alimlər Moskvaya gedir, gəlir, axtarır, eləyir, heç kim tapmadı. Sən getdin onu tapdın. Heç kim inanmırdı buna. Günlərin bir gündə gəldim, yaxınlaşdım yenə hörmətli bizim akademik Ağa Musa müəllimə. Deyirəm Ağa Musa müəllim, belə bir çətinliklə üzləşmişəm. Mən faktiki bu sənədləri gətirmişəm. Kitabların, titul səhvlərin hamısını, surətlərini çıxartmışam, gətirmişəm. Nə bacarmışam, arxiv sənədlərini gətirmişəm. Hətta Mirzə Abdullah Qafarov o vaxt bizim məlum olmayan Monqol tarixşünaslığının əsərin tamamilə surətini çıxarıb gətirmişdim Bakıya. Çünki bizdə o yox idi. Bəs mən bunu necə sübut edeyim? Burada da bəzi çətinliklər ortaya çıxdı. Nəyə görə? Çünki fars dilində yazan Azərbaycan alimləri, siz o müəllifləri tanıyırsınız. Orada belə bir söhbət gedir, bu adamlardan danışır, düzdür. Orada da bunu səhv sallar Mirzəcəfər Topçubaş ona. Orada da bir katalog nömrəsi yazırlar, arxiv nömrəsini yazırlar. Açıram, görürüm ki, o arxivdə onlar yoxdur, belə bir şey yoxdur. Bu da plagiatın bir növüdür, deyimsə. Sonra belə başqa bir məsələ ortaya çıxdı ki, güya ki, bu adamlar Sankt-Peterburgda işləyir. Axı, bunlar ikisi də Moskvada işləyiblər. Bunlar ayrı-ayrı adamlardır. Bunlar çox fikri getdi ağamsı mənim. Deyir, bunu bilsə, bir nəfər biləcək. Qalx deyir 9-cu mərtəbəyə Ağa Barzayev. Sonra yəqin yaxşı tanır. Ağa Barzayev Mirzə Kazım bəylə məşğul olmuşdu, o dövrü araşdırmışdı. Bəli, həmin adam. Deyim ki, daha başqa çarəm yoxdur. Sonra biz onunla bir yerdə işlədik. O, demək, sonra gəldi Şərqşünaslıq İnstitutunda direktor müavini oldu bir xeyli müddət. Bəli, mən onun yanına qalxdığım təsəvvür məsələfə mən söhbəti elə açmağa başlayan kim dedi bir dəqiqə yəni. Mən bu söhbəti keçən əsrin 20-ci il mən danışıram, keçən əsrin 20-60-cı illərdən bilirəm deyə. Ancaq bizim danışmaq hüququmuz yoxdur. Danışa bilmən deyərdik, böyük problem yarat. Mən bunu bilirəm. Doğrudan da götürdü bir şey yazdı, ön söz yazdı mənə. Ön söz yox. Yəni rəy kimi yazdı ki, bəli, bu məsələ tamamilə haqlıdır. Nadir müəllim bence düz tapıb, obyekt düzsün tapıb. Bunu araşdırmaq lazım, indi üzə çıxartmaq lazım. Biz indi bilirik ki, müəyyən səviyyədə bu həmin adamdır. Mirzəcəfər Topçubaşı, sonra araşdırdım onu ki, o heç bir fars dili dərsliyi yazmır. O da bizim alimdə bir söz demir. Yaxşı şeirlər yazıb. Məsələn, Belinski onu Vesting jurnalında onun şeirləri haqqında düzü tənqid demək yaxşı düşmür. Və anar mən deyim ki, təhlil daha yaxşıdır. Onun haqqında çox gözəl bir təhlilləri bu, onun şeirləri haqqında. Ancaq orada tanınmış bir adam oldu. Birisi Topçubaşın orada, birisi müsəlman qurultaylarında, ilkin iclaslarında, açılışında, Vıborgda, Gəmdəki bu müsəlman aləminin toplanışında, çıxışlarını, yəni kifayət qədər tanınmış bir adam olub. Yəni bu tərəfini demək lazım. Ancaq bunu Mirzəcəfər Rzayevlə qaçışdırma. İkinci bir Azərbaycan alimi kölgədə saxlama. Getdik, tapdıq, gətirdim bütün. Hətta İmperator Akademiyasının sənədlərini qaldıranda oradakı iclaslarda onların çıxışlarını da qulaq asdım. Ancaq danışığımız sizdən belə oldu ki, mən ona yaxşı bir ön söz yazıram. Mən də sizə həvalə edim onu. Gec yazdınız, ancaq yaxşı yazdınız. Onun haqqında oradan çox belə ürəklə yazdınız. Çünki bəzi şeyləri də qabartdınız. Mən bilirdim, çünki o kitabda ona yeri yox idi. Siz sonra Ziya Bunyadov'da bilirsiniz həmin institut, sonra Moskva Universiteti olub bu. 28-29-cu ildə Nərman Nərmanovun adını daşıyıb bu həmin o institut. Bir müddət Leninin dekreti ilə, Leninin göstərişini həmin institut Nərman Nərmanov adını daşıyıb. Yəni belə bir institutda Azərbaycanlı alimlərin təkcə bunlar deyil. Məsələn, həmin Mirzə Abdullah Qafarovun qardaşı da orada işləyib. Bunların haqqında söz demək o qədər çətin ki, artıq tarixin sınavına qovuşublar. Ancaq görün, nə qədər söhbət açıldı orada, nə qədər məsələlər açıldı. Qardilevski kimi nəhəng bir alim, bilirsiniz ki, 26-cı ildə Bakıya gəlib o. Bakıda gəlib qurultayda iştirak edib burada. Qardilevski ilə bir yerdə bunların Fars Atalar sözü kitabı çıxıb. Məsələn, Mirzə Abdullah Qafarovun. Bu Mirzəcəfər Rzayevin fars dili dərsliyi çıxıb. 2 dəfə İrana səyahət edib, Avropaya gedib. Yəni bunlar çox o dövrünün indi maraqlı nədir? Millər çıxır gedir xaricə. Uzun müddət xaricdə yaşayır. Minorski demək xaricdən İngiltərədə işləyir, Londonda işləyir. Minorski öz xatirələrində yazır. Ayağı Moskvaya dəyir, birinci istədiyi nə olur? Birinci istədiyi həmin Lazarev Şərq Dilləri İnstitutunu keçmişdi. Sonralar o biz müəyyən adlarla adlanırdı. Canlı Şərq Dilləri İnstitutu adlanır və s. Yəni Asiya dilləri adlanır və s. İnstitut adlanır. Bir də gəlir institutun yanından keçəndə Minorski öz xatirələrini yad. Mən deyir bunu keçəndə yadıma deyir Mirzəcəfər Rzayevin, Mirzə Abdullah Qafarovun nəhəng canlı siması gözümün önündə canlanır. Bu balaca söhbət deyil. Yəni onun yetişdirdiyi Qardilov, məsələn Bakıda Jirkov iştirak edirdi. Birinci Türkoloji Qurultayda. Burada çox maraqlı çıxışlarla yadda qalıb. Jirkov da onların tələbəsi olub. Mirzə Abdullah Qafarovun tələbəsi olub. Mirzəcəfər Rzayevin tələbəsi olub. Bunlar nəhəng alimlərdir. Vaxtilə bir yerdə çalışıblar burada. Bartol da onlarla bir yerdə çalışıb. O dövrün böyük alimləri olublar.
bayrağımda el ele, geçmişimle gelecek. Bayrağım dalgalanır, halkımın yüreği tek. Yükselsin bayrağımız, onunla bir yükselek. Var olsun bayrağımız, en uca zirvelerde, en büyük seferlerde, en mehrem gönüllerde. Var olsun bayrağımız, karşısında diz çöken, ayın ulduzunu öpen, yenilmez evlatlara yar olsun bayrağımız. Rehbere de halka da yar olsun bayrağımız. Siz üniversitetin filologiya fakültəsində oxuyurdunuz. Sizlə bir yerdə oxuyan, indi Azərbaycanda çox belə mühüm vəzifələr tutan insanlardan biri və uzun illər mədəniyyət sahəsində çalışmış xadimlərdən biri günlərin birində mənə söylədi, dedi ki bizim için, bəli, söylədi ki bizim içərimizdə hər şeyi bilən nadir idi. Deyir ki, məsələn deyir biz o hansısa mühazirənin birin bilirdi, öbürsünü bilmirdi. O deyir bütün əvvəldən axıracan hamısını deyir əzbər bilirdi. Yəni bu yaxşı oxumusunuz. Yəni sözüm onca odur ki hətta öz tələbə yoldaşlarınız yaxşı oxuyan tələbə yoldaşlarınız da deyir ki bizim hamımızdan yaxşı oxuyur. Və bu filologiyada çox qanadlı bir elmdir, çox istiqamətli bir elmdir və adətən filologiya fakültəsində oxuyanların, sonra elmə üz tutmaq istəyənlərin də marağı daha çox ədəbiyyatı olur. Çünki ədəbiyyatda o fəaliyyət göstərmə imkanı da daha genişdir da. Amma siz dilçiliyi seçdiniz. Bunun bir təkan nöqtəsi oldu yəqin ki. Necə oldu ki dilçiliyə yönəldin də? Bunu mənim dilə həmişə əvvəlcədən çox hörmətim olub. Yəni həmişə fikirləşmişəm ki, dil daha dəqiq elmdir. Ədəbiyyatda manipulyasiya elmi olur, biraz pafos olur. Ədəbiyyatın sahəsinə baxır da. Məsələn, ədəbiyyat, məsələn, klassik ədəbiyyat tutan poetikadır. Məsələn, əruz vəznidir, qafiyə nəzəriyyəsidir. Belə şeylər ki var, hər şey burada dəqiq yerindədir, riyaziyyat kimi. Amma ədəbi təhlil dediyimiz, o ədəbi tənqid dediyimiz, tənqid də əslində tənqid ki o yaxşı sözdür. Tənqid nəqd sözündəndir, nağd, ya şeiri, yəni mətnin nağd olan hissəsinə sən münasibət bildirirsən. Sadəcə bizdə tənqid sonra pisləmək mənası qazanıb ona görə və tənqidin özünün də, amma düz deyirsiniz, riyaziyyatla dilçilik arasında oxşarlıq çoxdur. Çünki o da kateqoriyalardan düşünür, o da düsturlarla hərəkət edir. Dildə düsturlar başdan axıracan. Bir də əvvəllər bilirsiniz necədir də, deyirlər filolog. Yəni filologiya fakültəsinə girən ayırmırlar dillə ədəbiyyat. Ancaq sonra bunların arasında əməli başda bir bariyer yarandı, uçurum yarandı ki, baxır bu ədəbiyyata gedən insanlar dilə belə kəm baxırlar. Dillə gedən adamlar ta ki ədəbiyyata laqeyd. Ancaq bunların ikisinin qovuşluğu filologdur. Yəni ikisində əgər səndə həssaslıq yoxdursa, estetika yoxdursa, səndən filoloq ola bilməz. Mümkün deyil. Natamam olacaqsan. Mən də fikirləşdim ki, ədəbiyyatı onsuz da yazdan çoxdan bilirik, klassik ədəbiyyatımızı, yəni örnəyi almışıq, evimizdə də Ziyalı ailəsində böyümüşük. Bu evimizdə həmişə o uşaqlıqdan belə Koroğlu dastanları rahat oxumuşuq, hətta bir kövrəlmişik də. Hamısı bunlar. Ancaq dil tamam başqa bizdə birinci. Biz öyrəşmişik deyə ki, dil ünsiyyət vasitəsi. Yəni, bu adi bir etikete çevrilir. Yox, dil ünsiyyət vasitəsi deyil. Dil nəfəsimizdir, canımızdır. Yəni bu bizim bunu yetişdirmək üçün fədai olmaq lazımdır. Demək, ədəbiyyatdan daha çox dilə gəlmənin səbəbi bu oldu ki, dili insanları necə özüm sevirəmsə, insanlara da o dili elə sevdirim. Bir ləzzətlə sevdirim. O Heydər bir sözü var deyil mi? Sözədir ləzzətlə. Azərbaycanda o ləzzəti onlara çatdırmaq istəyir. Bunun üçünsə, yəni o qədər asan məsələ deyil.
quru sxolastik, yəni qrammatikanı öyrənmək kifayət eləmir. Burada artıq dilin praktik cəhətdən öyrənmək lazımdır. Və bu gün də bizdə hər şey var. Qrammatikalar var, yaxşı yazılmış dərsliklər var. Çatmayan nədir? Dilin praktik cəhətdən, funksional cəhətdən dili izahını vermir. Məsələn, bayaqdan sizin danışığınızı mən də fikir verirəm. Siz çox bəlağətli, gözəl danışırsınız. Yəni, həmişə ibrət alır. Bizdə həmişə belədir də, gərək baxaq, nəyi bilmiriksə başqasına öyrənək. Hətta belə bir ifadə də varsa, dili həmişə kimdənsə bir şey öyrənmək istəyirsənsə, mədəniyyətsə baxırsan ki, bu nə çox pis öyrənəsən. Ancaq yaxşı ifadəni gördüyü istəyirsən, bax, bayaqdan fikir verirəmsə ki, bir dəfə də çı şəkilsini işlətmədiniz. Nigarançılıq demədiniz. Nigaranlıq dediniz. Bu bizi dilə hörmətdən irəli gəlir. Çünki bizim dilin, məsələn deyirəm də, indi bu qaydadan başqa söhbətin mövzudan keçdim. Çı şəkilsiz və peşə sənət şəkilsidir. Və birdən-birə siz əgər çı şəkilsin işlətsəydiniz, deyəcəm, nigarançı artıq bu başqa söhbətin mövzusudur. Nigaranlıq başqa söhbət. Şirin dil, al bağımı şirin dil, al bağımı şirin dil. Ne değilse yap desin, özlümdür şirin dil. Ne değilse yap desin, özlümdür şirin dil. Ne değilse yat etsin, öz dilimdir şirindir. Ne değilse yat etsin, öz dilimdir şirindir. Şirin dil, ana dili şirin dil, ana dili şirin dil. Hem tabiptir hem merhem, şirin söhbət 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 şirin dil. İndi bu məsələ bundadır ki, bu qəbil şeyləri ki, biz Azərbaycan dilinin xalisliyi, saflığı baxımından doğru hesab eləmirik. Amma baxıb görürük ki, məsələn, Əbdürrəhim bəy Haqverdidə bu var. Baxıb görürük ki, Cəlil Məmmədquluzadədə nə qədər deyirsən var. Çünki bunlar Azərbaycan dilində təhsil almamışdı axı. Bu Rus dilində təhsil almışdı. Bəli, Rus qrammatikası ilə o kəndin ki, cəmaatı, bəli, hansı ki, o şey, bunlar Azərbaycan dilinin, Türkçənin üstünlüyüdür ki, o kini deməkdən sən bunu deyə bilirsən də çox rahat bir şəkildə. Ancaq məsələ bundadır, bu yazıqların da təqsiri yoxdur. Bunun aldığı təhsil beynində oturmuş o qrammatika modeli ki var, düstur elə idi onun beynində. Amma bundan istifadə ediyor, onlar çox gözəl, sadə, saf bir Azərbaycan dilində mətnlər yazırdı. O nigarançılıq filan zatda onların həmin o Rusça təhsil almağından gələn qüsurlardır. Yayıldı getdi. İndi mən başqa bir məsələni düşünürəm siz danışa. İndi deyirsiniz ki, bir normal filolog olmaq üçün, indi orta əsrdə insanlar ensiklopedik zəka sahibi idilər. Ona görə ən müxtəlif elm sahələrin bildiklərinə görə konkret bir elm sahəsində də onların gəldiyi qənaətlər həmişə daha sərrast, daha dəqiq ola bilirdi. Çünki panoramda görə bilirdilər hər şeyi. İndi filologiyanı bir elm sahəsi olaraq götürəndə sən bunun bir istiqamətini bilib, o birisi istiqamətini bilməyəndə, demirəm ki, bütün dərinliyi ilə, amma hər halda halı olmalısan. Onu bilməyəndə sən heç vaxt doğru qənaətlərə gələ bilməyəcəksin. Amma indi sizin bir alim ömrünüzü, yaradıcılığınızı da mənim gözümün qabağında bütün hamısı keçib, araşdırırkən mənim gəldiyim bir başqa qənaət də var ki, Nadir yalnız ədəbiyyatçı deyil, Nadir yalnız dilçi deyil, Nadir həm də tarixçidir. Çünki Azərbaycan dili üzrə yaxşı mütəxəssis olmaq üçün ədəbiyyatı bilmək, klassik irsi bilmək, Azərbaycan dilinin bütün ölçülərini, ülgülərini, qaydalarını bilmək, bu dil materialı ilə işləmək azdır. Gərək həm də bunun tarixi bilək, həm millətin tarixini, bu dilin içərisindən keçdiyi tarixi bilməsən, bu dilin abidələrinin tarixindən sənin xəbərin olmasa, sən necə bütöv dilçi ola bilərsən? O nöqteyi nəzərdən sizin indi tərcüməyi halınızda əlbəttə ki, diqqətə layiq çox məqamlar var. Və onlardan biri, məsələn, bizim hamımızın babamız Mahmud Qaşqarinin yadigarı olan Divan-ı Lüğət Türk'ün ilk mükəmməl tərcüməsinin Azərbaycanda yaranmış və
böyük türkoloq Xalid Səid Xocayev tərəfindən yerinə yetirilmiş tərcüməsinin ortaya çıxarılıb nəşr edilməsi idi. İllərlə bunun haqqında yazmışdılar, demişdilər ki, var, hər kəs də bilirdi ki, bu olub, var, yerli dibli itə də bilməz. Amma siz bunu tapdınız, ortaya çıxartdınız. Mən müxtəlif məclislərdə, həm müxtəlif kürsülərdən bunu həmişə demişəm. Çünki görürəm ki, bəzən qısqanc yanaşmalar da olur. Hətta bir dəfə bizim bu Amerika səviyyəsində deyəsən bir Amerikadan təşkil olunmuşdu o bir video konferans idi. Mən də qatıldım o konferansa, amma mən bunu avtomobildə gedə-gedə, çünki mən hava limanına gedirdim, oradan da uçacaqdım. Amma bu şəhərdən hava limanına çatanacan hər halda avtomobilin içərisində bir çox şeyləri deyə bildim. Onlardan biri də ondan ibarət idi ki, insanların gördüyü böyük işin qiymətini vermək lazımdır. İlk dəfə siz bunu ortaya çıxardınız və çox mükəmməl bir şəkildə nəşr elədiniz. Bu sadəcə tapmaq və nəşr eləmək məsələsi deyildi. Məhz o tarixçiliyin daha bir əlaməti idi ki, məhz tarixçi inadı ilə və bir arxivşünas səriştələri ilə axtardınız, üzə çıxardınız. Ardınca üstündən bir zaman keçdi, birinci Türkoloji Qurultayın 100 illiyi tədbirlərinin Azərbaycanda keçirilməsi ilə bağlı qərar verildi və o ərəfədə də bir çox kitablar ortaya çıxdı. İndi də yazılır, hələ bundan sonra da çıxacaq. Olsun ki, həmin bayram gedişində, o bir həftə sürən günlər ərzində ən müxtəlif, ondan əvvəl də bir neçə dəfə burada elə həmin o 100 illik çərçivəsində tədbirlər olub. Və indi bunların hamısı kitabdır da, bunlar yarınacaq. Açılsın göylərə qanatlar kimi, yenilməz bayrağım can Azərbaycan. Sən parlaq günəşdəki süd qəlbimi, əbədi ocağım can Azərbaycan. Açılsın göylərə qanatlar kimi, yenilməz bayrağın can Azərbaycan. Sən parlaq günəşdəki süd qəlbimi, əbədi ocağım can Azərbaycan. Eşim son yuvam qibləgahımdır, sevimli torpağım can Azərbaycan. Şərəfdən yoğrulub məhəbbət saçıb, sənin hər bucağın can Azərbaycan. Vətənim sənindir, qaynayan qanım, hər şirin sözümsən, adına qurban. Canımı istəsən, sənindir canım, hər an can söyləyən dilinə heyran. Vətənim sənindir, qaynayan qanım, hər şirin sözümsən, adına qurban. Canımın istəsən, sənindir canım, hər an can söyləyən dilinə heyran. Müqəddəs qismət sən bu sürək kimi, Hüsatın dövrağın can Azərbaycan. Cənnətə getsəm də çəkəcək məni, mehriban qucağın can Azərbaycan. Müqəddəs qismət sən duz çörək kimi, Vüsatın dövrağın can Azərbaycan. Cənnətə getsəm də çəkəcək məni, Mehriban qucağın can Azərbaycan. beşiyim son yuvam qibləgahımdır, sevimli torpağım can Azərbaycan. Şərəfdən yoğrulub məhəbbət saçır, sənin hər bucağın can Azərbaycan. Vətənim sənindir, qaynayan qanım, hər şirin sözümsən, adına qurban. Canımı istəsən, sənindir canım, hər an can sələn dilinə heyran. Vətənim sənindir, qaynayan qanım, hər şirin sözümsən, adına qurban.
Qaşqari babamız 1000 il əvvəl dilimizin təməl kitabı olan Divan-ı Lüğət-ı Türkü yazırkən sözünü belə başlayırdı. Mən türklərin, türkmənlərin, oğuzların, şigillərin, yağmaların, qırğızların şəhərlərini və məskənlərini uzun illər boyu başdan başa dolaşdım. Sözlərini topladım. Müxtəlif sözlərin xüsusiyyətlərini öyrəndim. Yaddaşıma həkk elədim. Mən bu işləri dil bilmədiyim üçün deyil, əksinə bu dillərin ən kiçik fərqlərini göstərmək üçün etdim. Mən onlara o qədər diqqət göstərdim ki, Türk, Türkmən, Oğuz, Şigil, Yağma, Qırğız boylarının dilləri bütünlüklə məndə cəm oldu. Və Türk dillərinin bütün qanatlarını özündə qovuşduran Mahmud Qaşqari elə bir misilsiz abidə yaratdı ki, o abidə bugün də diridir, bütün gələcəklərdə də bütün türklərə bir mayak olaraq işıq saçacaq. Biz abidələri adətən mərmərdən, tuncdan, qranitdən yapılmış kimi təsəvvür edirik. Lakin bizim hamımızın ən ali abidəmiz bütün tunclardan, mərmərlərdən, qranitlərdən daha möhtəşəm olan səslərimiz və hərflərimizdən yaranmış dilimizdir. Bizi tarixin sınaqlarından keçirib yaşadan dilimizi daim minnətdar sevgilərlə qoruyaq, yaşadaq, ucaldaq. Hörmətli dinləyicilər, axşam görüşlərinin ana dilimizə həsr edilən buraxılışı sona çatır. Mən hamınıza uğurlar diləyirəm, salamat qalın. Verilişi Rafail Hüseynov hazırlayıb.